Qışqırırdılar, nətər qışqırırdılar. O körpə uşaqlar, mən özüm qorxurdum. O qalsın ki, körpə uşaqlar, körpə uşağı adı nədir? Balaca bir qışqıran kimi və yaxud da onu tənbih edən kimi nə edir? Baş üstə deyir. Düzdürmü? İndi görün ki, burada mən açıq deyəcəyəm. Ona görə açıq deyəcəyəm ki, əgər qarşı tərəf düz olsaydı, biz yadınıza gəlir ki, polis bölməsindən gecə vaxtları bunların mənzilinə getdik. Mənzilinə getdik. Və biz gecə vaxtı hava soyuq idi. Gecə saat 1-ə işləyirdi. Biz orada polis əməkdaşları da getdi. İcra Hakimiyyəti nümayəndəsi Asif müəllim də getdi. 6 nəfər var idi. Və bu xanımın həyat yoldaşı və qaynatası da orada idi. Bunlar düz adam olsaydılar, bunların evinə gedən zaman onlar gördünüz ki, yolun nətəri azdırdılar, izi itirdilər. O görüntülər istəyirəm, zəhmət olmasa. Bax, bizi ki, o evlərinə getdiyimiz anda necə ki, elə getdilər ki, biz deməli gedib onların evinə çata bilmədik də, qaldıq. Demək olar ki, biz 40 dəqiqə yağışın altında çöldə dayandıq. Akasa bunların mənzili də düz binanın yanında. Biz çöldə dayandıq. Hətta Nurayna xanım, görün, biz nə cür yadınıza gəlir, hər ikimiz danışdıq ki, bu cür edək, qərar verdik. Xanım bizi ilə də getmədi. Xanımı biz otuzduruq avtomobilə, taksiyə, yola saldıq, getdi. Evlərinə getdi. Biz özümüz getdik. Biz özümüz getdik bunların evinə. Və biz evlərinə gedən zamanda bunlar bizi 1 saatdan da artıq bizi gözlətdirdilər. Və bunun xanımın həyat yoldaşı və qaynatası dərhal evə, mənzilə daxil oldular. Uşaqları öyrətdilər. Saat 1-in yarısı. Bir sual verirəm. Uşaqlar, o körpə uşaqlar niyə yatmamışdı? Niyə onlar oturaq halda, vəziyyətdə kimisə gözləyirdilər? Biz onların evinə, mənzilinə daxil olanda. O bilirsiniz nətər? Bu, qarşı tərəf hərəkət edir. Qarşı tərəf fikirlərini bildirir. Ancaq əgər hüquqdan anlayışı var özünün deməyinə görə və yanında hüquqşünasları da var. Mən buradan səsləyərdim ki, o hüquqşünaslara və yaxud da özünə də hüquqdan anlayışı var.